Salam uşaqlar, bu videoda 2025-ci il sınaq 2-nin izahını verəcəm. Sual 31. Xəritədə rəqəmlərlə verilmiş dövlətlərin qədim dövr tarixinə aid uyğunluğunu müəyyən eləyin. Bir ərazisini İtaliya götürəcəyik, 2 də Yunanistan götürəcəyik. Avropada ilk dəfə seçkili idarəetmə forması olan respublikanın qurulması bu respublika dövrünə aiddir, yəni Romaya aiddir, 1-ə götürürük yanı. Eramızdan əvvəl 6-cı əsrdə daxili çəkişmələr nəticəsində tiranlığın yaradılması deyirsə, bu artıq Yunanistana götürüləcək 2-ni B-ni. Eramızdan əvvəl 4-cü əsrin ikinci yarısında Makedoniya dövlətinin işğalına məruz qalması. 4-cü əsrin ikinci yarısında Xrenaya döyüşünü xatırlayın, Filiplə. Bunu götürəcəksiniz Yunanistana. 2-yə deməli həm B-ni, həm də C-ni götürəcəyik. Sonra Albaniya dövləti ilə sülh sazişinin imzalanması bu Pompeyin dövründədir, eramızdan əvvəl 66-cı ildə. Romaya aiddir respublika dövrünə. Yəni 1-ə həm A ilə D-ni götürəcəyik, 2-yə də B ilə C-ni götürəcəyik. Ari tayfalarının yürüşünə məruz qalması isə bu Hindistana aid ifadədir. Ona görə də 31-də götürəcəyik B variantını. 1-ə A D, 2-yə isə B C. Sual 32. Doğru bəndi müəyyən edin. Baxaq, deməli, döyüşlərdə bir də nəticələri də hansı, yəni uyğunluq gözlənilmişdir. Sərdərud Cəlalirlərin Azərbaycandakı hakimiyyətlərinə son qoyuldu. Xeyr, bu 1410-cu il Əsəd döyüşü iləndir. Otluqbeli Osmanlı qüvvələri Ağqoyunlu ordusuna məğlub oldu. Xeyr, Malatyanı versəydi düz götürərdik. Burada Osmanlı qalib gəlmişdi. Samur Səfəvilər Baharlı Şirvanşah dövlətlərinin birləşmiş qüvvələrinə məğlub oldular. Bəli, düzdür. Həmin vaxtda da Baharlı dövlətində hansı ki biz deyirdik ki, Cahanşah idi, Şirvanşahlara dəstək olan. Ona görə burada 32-də deməli 3-ü götürürük, bu düzdür. Almabulağı Səfəvi dövləti Bayandurlar dövlətinə son qoymuşdu. Bəli, bu da düzdür, 1503-cü ildə. Ona görə cavabımız burada olacaq A variantı. Sonra keçdik sual deməli 33-ə. Sxemdə adları verilmiş hökmdarlara aid ümumi cəhəti müəyyən edin. Mihraqulunu vermişdi və Mahmud Qəznəvini vermişdi. Sultan titulunun qəbul edilməsi. Sultan Mahmud Qəznəvi var, amma Mihraqulun qarşısına baxın xandır. Onlarda xan titulu olduğuna görə sultan titulu yoxdur. Yəni bunu götürmürsünüz. Hindistanın şimal-qərbinin tabe edilməsi, bəli. 11-ci əsrdə Mahmud Qəznəli, 6-cı əsrin 1-ci yarısında isə Mihraqulu tabe eləmişdi. Sasani dövlətinin məğlub edilməsi. Sasanilərlə Mihraqulu xanın Mahmud Qəznəvinin mübarizəsi yoxdur. Axunlardan da Ağsuvarın mühasir deyirik ki, mübarizəsi var. İdarə etdiyi dövlətin ən qüdrətli dövrünün olması, bəli, bu da düzdür. Ona görə götürəcək 2-4. Qaraxanlı dövləti ilə hərbi ittifaq bağlanılması belə bir şey isə olmamışdı. Ona görə götürəcəksiniz 33-ə B-ni. Hansı ki, Mahmud Qəznəli ilə Qaraxanlı dövləti bir-birlərlə birləşib gedib Samanilər dövlətinin varlığına son qoyub, amma Axunda bunu deyə bilmərik. Ona görə 33-də B variantı götürürük. Sual 34. Bizans imperatoru Justinianın hakimiyyət dövrünə aiddir. Misir və Suriyanın ərəb dövlətinin nəzarətinə keçilməsi. Ümumiyyətlə, bir dənə cümlə deyirəm, yadınıza saxlayın. Justinian 6-cı əsrdədir, ərəb dövləti hələ yaranmamışdı, o 7-ci əsrdədir. Bunları birlikdə görsəz həmişə variantlardan çıxın. İşğal edilmiş ərazilərdə feodal qaydalarının bərpa edilməsi. Xeyr, bu ifadəni də xeyr verə bilmərik. Feodal qaydalar Justinian dövründə bərpa edilməmişdi. Sasani dövləti ilə sülh müqaviləsinin imzalanması, bəli. 500 hansı ki biz deyirdik ki, 31-ci də onlar arasında müqavilə imzalanmışdı. 34-də C variantı götürürük. Avropanın dövlətinin hücumuna dəfn edilməsi ümumiyyətlə onların yürüşünə məruz qalmayıb. Justinian dövründə ümumiyyətlə baxın özünüz, o 6-cı əsrdir, Attila isə 5-ci əsrdir. Qərbi Roma dövlətinin, Qərbi Roma imperiyasıyla müharibə aparılması, xeyr, Justinian mübarizə aparmayıb. Şərqi Roma ilə Qərbi Roma mübarizəsini götürmüşsünüz. Burada 34-də götürdük C variantını. Sual 35. Qaraxanlı dövlətinin 10-cu əsrin 1-ci yarısı tarixinə aiddir. 10-cu əsrin 1-ci yarısı. Türk dilində ilk dəfə Quranın təsvir edilməsi 2-ci yarısına aiddir. Xarəzmşahlar tərəfindən süqut uğradılması ümumiyyətlə 11-ci əsrdir. Dövlətin ikinci hissəyə 11-ci əsrin 40-cı illərdə ikinci hissəyə parçalanması 11-ci əsrdir. Satıq Buğra xanın sultan titulu qəbul etməsi. Baxın, burada götürəcəksiniz Satıq Buğra xanın sultan titulu qəbul etməsini 10-cu əsrin ikinci yarısına, İslamın rəsmi dövlət dini olması isə 10-cu əsrin 1-ci yarısına götürəcəksiniz. Amma Satıq Buğranın dövründə hansı ki biz deyirik ki, sonra olmuşdur. Burada 1-ci yarısına götürdüyünə görə 35-də Y variantı götürürük. Beyləqanda baş vermiş Müsavvinin üsyanından fərqli olaraq Əbu Müslim üsyanı nəticəsində Əməvilər sülaləsi hakimiyyət devrildi. Elə cavab budur uşaqlar, digərlərinə baxmağa ehtiyac yoxdur. Əbu Müslim üsyanı olur, Əməvilər sülaləsi hakimiyyətdən devrilir və Abbasilər sülaləsi hakimiyyətə gəlir 750-ci ildə.
Sual deməli 37. Teymuri hökmdarı Şahruxun fəaliyyətinə aid sxemi tamamlayın. Paytaxtın Herat şəhərinə köçürülməsi deyirsə, Osmanlı və yaxud da Qızıl Orda ilə normal münasibətlərin qurulması deyirsə, söhbət yəni Şahruxdan gedir və Şahruxun da davam eləyir. Elə sualda da həmçinin verilmişdi. Hansı ona aiddir? Qaraqoyunlu dövlətinin asılı salması elə bu idi də. Mən uşaqlar niyə? Çünki biz bilirik axı Şahrux tabe eləmişdi Cahanşahı. Cahanşah ondan asılı vəziyyətdə idarə eləyir. Sonra Şahrux öldükdən sonra müstəqilliyini elan eləyir. Ağqoyunlu üzərinə hərbi yürüş olmayıb, Qızıl Orda dövlətinə müharibə aparmayıb, normal münasibətlərdir. Dehli sultanlığının məğlub edilməsi olmayıb, Çinin şimalının işğal edilməsi xeyir olmayıb. Sual 38. Deməli, Eyervin diaqramına əsasən Dehli sultanlığına məmlüklərə baxaq, bir də Xələclər sülaləsinə baxaq, bir-birlərinə müqayisəsini istəyir. Deməli, 13-cü əsrdə dövlətin idarə edilməsi. 13-cü əsrdə həm bunlar, həm də digərləri idarə edilmişdi. Ona görə 3-ə götürəcəksiniz A-nı. Uğurlu hərbi əməliyyatlarla Cənubi Hindistan, baxın, Cənubi Hindistanın tabe edilməsi deyirsə, artıq əlayətin Xələcin dövründə olduğuna görə 2-yə götürəcəksiniz B-ni. Əməvilər xilafəti ilə dostluq əlaqələrinin yaradılması xeyr. Abbasilərlə desəydi bura götürə bilərdik. Ona görə bunu heç birinə götürmürük. Yəni C-ni. Xarəzmşah Cəlaləddinə ölkə ərazisinə sığınacaq verən el tutmuş olur. Ona görə məmlüklərlə götürürük. Əmir Teymurla mübarizə aparılması isə heç birinə götürmürük. Həmin vaxtda heç bir sülalə hakimiyyətdə deyildi orada. 14-cü əsrin, yəni 90-cı illərində idi. Nə Xələclər, nə də məmlüklər sülaləsi deyildi. 1, D, 2, B, 3 sağ. Belə variant. Aha, Y variantı. 38-də Y. Aha, gəlin sual 39-a baxaq. Şirvanşahlar dövlətində Dərbəndlər sülaləsinin hakimiyyət dövrünə aid deyil. Yəni 1382-ci ildən 1538-ci ilə qədər baş verənləri bizdən soruşur. Yəni o həmin dövrə aid deyil. Xorasanın ilk dəfə Səfəvi dövlətinə birləşdirilməsi. Bu əgər 1510-cu ildədirsə, deməli düşür. Bu var. Səfəvi Osmanlılar arasında ilk sülh müqaviləsi elə bu aid deyil. Niyə? Çünki 1590-cı il, 1555-ci il axı düşmür. Axırı 1538-də Dərbəndlər sülaləsi Şirvanşahlar dövləti getmişdi. Ağqoyunlu dövlətinin süquta uğradılması əgər 1500 daha doğrusu birinci qolu 1, 1503-cü il ikinci qoludursa bu da düşür. Əhvər sazişi 1500-dür, bu da düşür. Teymurlərin Azərbaycandakı hakimiyyətə son qoyulması 1408-ci ildir, bu da düşür. Burada yalnız 1555 Amasya düşmür. Sual 40. Osmanlı dövlətində maliyyə işlərinə nəzarəti həyata keçirdilir dəftərdar. Ümumiyyətlə unutmayın. Dövlətlərin əksəriyyətində maliyyə işlərini həyata keçirdirir ifadəsini görsəz vəzirdir. Amma Osmanlı dövlətində dəftərdardır. Hətta abituriyentlərə belə bir sual düşmüşdür ki, Ağqoyunlularla Osmanlıların idarə etmə sisteminə oxşar cəhəti müəyyən edin. Orada verilmişdir ki, vəzirin maliyyə işlərinə baxması səhvdir. Ağqoyunu da götürə bilərsiniz, dəftərdar da Osmanlıda, yəni Osmanlıda götürə bilmərsiniz. Sual 41. Deməli, uyğunluğu müəyyən edin. Hadisəni verib bizə, bir də nəticəni verib bizə. Təbəriyə döyüşü, Təbəriyə gölü yaxınlığında deməli döyüş, Səlahiddin Əyyubinin gücsüz azad etməsi, bəli, bu doğrudur. Yəni burada yanlışlıq yoxdur. Bunu götürürük. İlk dünya səyahəti Hindistana dəniz yolunu kəşf edilməsi deyil. Hindistana dəniz yolu kəşf edilməsini ondan qabaq idi. 15-ci əsrin 90-cı illərindədir. İlk dünya səyahəti 16-cı əsrdədir. Ümumiyyətlə aidiyyatı yoxdur bunu da. Bircə dəqiqə telefon əlindən düşdü. Aha. Jaklar üsyanı İngiltərədə kəndlərin təhkimçilikdən azad edilməsinin sürətlənməsi. Bircə Wat Tyler versəydi götürə bilərdik. Jaklar ümumiyyətlə axı İngiltərədə olmayıb, Fransaya aid termindir. Götürmürsünüz. Flandriya uğrunda rəqabət 100 illik müharibənin başlanması bəli doğrudur. Ona görə də 41-ci sualda götürdük nə? 1 ilə 4 Y variantı. Sual 42. Osmanlı hökmdarı Sultan 1-ci Səlimdən fərqli olaraq 2-ci Bəyazidin hakimiyyəti dövründə. Baxaq. Kipr adası fəth edilmişdir. Kipr adasının deməli fəthini burada götürmürsünüz. Kipr adasının fəthi 2-ci Səlimdədir. Misir Osmanlı dövlətinin tərkibinə daxil edilmişdir. 1-ci Səlimdədir. Biz axı 2-ci Bəyazidin dövrü aiddir. Bolqarıstanın fəthi başa çatdırılması İldırım Bəyaziddədir. Zigetvar qalası fəth edilmişdir deyirsə, bu Sultan Süleyman öldükdən sonra onun varisləri dövründə, ondan sonraki dövrə götürürsünüz. Yəni bu aid deyil. Onun hansı biz deyirik ki, özü qalanın mühasirəsi zamanı ölür, ondan sonra əsgərlər tutur. Səfəvilər dövlətlə dostluq əlaqələri saxlanılmışdı. Bu düzdür. Niyə? Çünki Sultan Səlim mübarizə aparmışdı Şah İsmayıl'la, amma 2-ci Bəyazid ondan qabaq, yəni Səlimin atası hansı ki deyirik ki, o Şah İsmayıl'la dostluq münasibətləri saxlayıb, hətta Ağqoyunlu Yaqub padşahla. 42-də yəni götürürsünüz Y. 43.
17-ci əsrin birinci yarısından fərqli olaraq ikinci yarısında Səfəvilər dövləti üçün Səciyyev idi. Baxaq, divan və xalisiyyət torpaqlarının mövcud olması uşaqlar bu niyə fərqli cəhət olsun ki? 17-ci əsrin birinci yarısında da var idi, ikinci yarısında da var idi. Şimali Qafqazında Rusiya dövlətinə hərbi toqquşmanın baş verməsi, bəli, bunu götürəcək. 1653-1662-ci illərdə Şah II Abbasın dövründə olub. Amma 17-ci əsrin birinci yarısında ruslarla hər hansı bir toqquşmadan, istər siyasi, iqtisadi, yəni hər hansı bir toqquşmadan söhbət gedə bilməz. Mərkəzi Gəncə olan Qarabağ bəylərbəliyinin mövcud olması deyirsə, yenə də A variantını dediyim kimi burada da var idi, orada da var idi. Bəyliklərdə maliyyə işlərinə vəzir baxılması hər ikisində var idi. Onu yəni götürməyəcəksiniz oxşar cəhət. Osmanlı dövlətinin sülh müqaviləsi isə 17-ci əsrin birinci yarısından fərqli, ikinci yarısında deyil. 17-ci əsrin birinci yarısında məsələn biz deyirik ki, imzalanmışdı. 1600 ən sonuncu qəsrişinin 39-da, ondan qabaq Sərabdır, Mərənddir, onlar var. Amma 17-ci əsrin ikinci yarısında Səfəvilərlə Osmanlılar arasında dostluq əlaqələri, sakitçilik mövcud olduğuna görə hər hansı bir sülhdən söhbət gedə bilməz. Ona görə 43-də götürürsünüz B variantı. Sual 44. Zəncan, Qəzvin, Qaradağ, Ərdəbil, Xalxal və Lənkəran əraziləri Səfəvlərə qaldı. Azərbaycan digər əraziləri İranın bəzi qərb torpaqları və Şərqi Gürcüstan Osmanlılara verildi. Görən kimi o dəqiqə bilinir ki, bu İstanbul müqaviləsindəndir. İstanbulda Şah Abbasın Osmanlı dövləti ilə bağladığı ilk müqaviləsi idi. Çünki ondan sonra Mərənddir, Səramdır, onlar var. Qəsr Şirin düşmüş Şah Abbasa, Şah Səfiyə düşəcək. Ona görə 44-də əslində bu test asandır deyə, yəni geniş izaha ehtiyac yoxdur. 44-yə. 45. Uyğunluq pozulmuşdu. Əkinçilikdə xışdan istifadə edilirdi. Tunc dövründə, düzdür. İbadət evləri yarandı Tunc dövründə, düzdür. İbtidai maldarlıq meydana gəldi Mezolit dövründə, düzdür. Heyvanların əhliləşdirilməsi demək olar ki, başa çatdı Eneolit dövründə, düzdür. Əkinçilik maldarlıqdan ayrıldı Neolit dövründə, yanlışdır. Neolit dövründə deyil də, erkən Tunc dövründə ayrıldı ifadəsini versəydi, onda düz olardı. Bircə dəqiqə. Deməli, bu 2025 sınaq 2. İzahını verməmişəm. Sadəcə uşaqlara vermişəm deyə tanış gəldi. Göstərilənlərin aid olduğu şəhəri xəritədə müəyyən edin. Azərbaycan torpaqları ilk dəfə vahid dövlət halında birləşmiş dövlətin paytaxtı olmuşdu. O dəqiqə bilinir ki, Sacilərdən söhbət gedir. Əgər Sacilərdirsə, onun paytaxtıdırsa biz götürəcəyik ya Marağanı, ya da Ərdəbili. Amma davamına baxırıq. 13-cü əsrdə əgər Tusinin rəhbərliyi ilə rəsədxana deyirsə, sözsüz ki, burada təkcə olacaq Marağa. Ona görə də cavab olaraq götürəcəyik D variantı, 46-da D. Cədvəldə hansı hadisələrin yerlərini dəyişdirsək, xronoloji ardıcıllıq düzgün olar. Gəlin baxaq. Baharlı dövlətinin yaradılması, yəni Qaraqoyunlunun 1410, Qoylu-Hisar döyüşü 1461, deməli, Çıldır döyüşünün baş verməsi. Ümumiyyətlə uşaqlar, belə bir ipucu verim sizə. Çaldırandı, Çıldırdı, Çirməndi. Bu döyüşləri gördünüz. Bilin ki, Osmanlılar qələbə qazanmışdı. Yəni Ç hərfi ilə gələn döyüşlərdə Osmanlılar qələbə qazanmışdı. Çıldır döyüşünün baş verməsini götürəcəyiz 1578. Əhpər sazişi 1500. Bayandurluların Təbrizi paytaxta çevirmə, yəni ki, dövlətin yaranmasından söhbət gedir 1410. Burada hansıların yerini dəyişsək, 3-dən 5-in yerini dəyişməliyik. Niyə? 1410 gəlsin, 1500 gəlsin, sonra 1578 gəlsin. Ona görə 47-də C variantı götürürük. 48. Cədvəldə Baharlı, Bayandurlu, Səfəvlərin hakimiyyətinə son qoymuş tarixi şəxsiyyətlərin adlarının ardıcıllığını düzgün verildiyi bəndi müəyyən edin. Bunu da birbaşa cavabı deyəcəm. Burada biz bilirik ki, Baharlar, yəni Qaraqoyunlara son qoymuşdu Uzun Həsən. Bayandurlara, yəni Səfəvlərə Şirvanşahlara son qoyulmuşdu. Bayandurlara daha doğrusu son qoyulmuşdu deyirsə, yəni Ağqoyunlulara, məsələn elə ikinci qolun Həmədan döyüşünə Ağbulağı yada salan Şah İsmail götürəcəksiniz. Sonra Səfəvlərin də hakimiyyətinə 1736-cı ildə Nadir xan son qoymuşdu. Ona görə 48-də B variantı götürürük. Yəni ikincisi uyğun gəlir. Sual 49. 14-cü əsrin birinci yarısında Azərbaycanda baş verməmişdir. 14-cü əsrin həm birinci yarısı ifadəsinə diqqət yetirin belə testlərdə, həm də Azərbaycanda ifadəsinə diqqət yetirin. Hülaki Əbu Səidin hakimiyyətdə olması bu baş vermişdi. Daha doğrusu Hülaki dövlətində 14-cü əsrin 30-cu illərdə hakimiyyətdə olmuşdu. İlk 10 illiyindən ikinci 10 illiyindən başlayaraq Qızıl Ordu ilə toqquşmaların baş verməsi, Qızıl Ordu'nun məsələn Özbəyin yürüşü ilə 1318-1335 onlar da 14-cü əsrin birinci yarısına düşür. Bu var. Bunu götürəcəksiniz. Bizə axı deyir baş verməmişdir.
Deməli, Qızıl Ordu ilk toqquşmalar deyir uşaq. İlk toqquşmalar xeyr. Ümumi desə toqquşmalar düzdür. Amma ilk toqquşmalar niyə 1258-dən başlamışdı axı? Bunu götürmürsüz. Cəlalilər dövlətinin yaranması deyirsə 1340-cı ildədir. Götürə bilərik əsrini, amma Azərbaycanda yox, Bağdadda yaranmışdı. Ona görə bunu götürmürsüz. Deməli, götürmürük 2-ni, götürmürük 3-ü. Əmir Teymurun Əlincə qalasını ələ keçirməsi, bu da baxın 1400-cü ildədir. 1400-cü ildə 14-cü əsrin ikinci yarısıdır. Bunu da götürmürsüz. Çobanlara qarşı Təbriz üsyanının baş verməsi 1344-dürsə, bu 14-cü əsrin birinci yarısına düşür, buna dəymirsiniz. Cavab oldu 2, 3, 4. Ona görə də 49-a götürürük B variantını. Sual 50. 11-ci əsrin 30-cu illərində Şəddadilər, 12-ci əsrin 60-cı illərində Eldənizlər dövlətinin xarici müdaxilədən himayə etdiyi Azərbaycan şəhərini xəritədə müəyyən eləyin. O dəqiqə yəni söhbət bilinir ki, burada söhbət Dəbildən gedir. Dəbil də burada 3 ərazisidir. Niyə? Biz deyirik 11-ci əsrin 30-cu illərində Şəddadilər. Yadınıza salın 1037-1038-ci illər. 1037-də Dəmbili deyildi, 1038-də Tiflisi qoruyurlar. 12-ci əsrin 60-cı illərində Eldənizlər də dediyinə görə hansı ki gürcülər yürüş eləmişdi Dəbilə. Bir də onda Şəmsəddin Eldəniz qurmuşdu. Ona görə burada B variantı götürülür. Dəbil ərazisi 3-dür. Burada 2 Dərbənd götürəcəksiniz, 1-i Şirvan götürəcəksiniz. 5-i Təbriz götürəcəksiniz, 4-ü isə Marağa götürəcəksiniz. Xronoloji ardıcıllığı müəyyən eləyin. Baxaq, sırayla qarşısına yazaq. Peterburq müqaviləsinin imzalanması 1723, Nadir xanın Osmanlıları Azərbaycandan tamamilə qovması 1735, necə səliqəsiz yazılır, bircə dəqiqə. 1735, Rəş müqaviləsi 1732, Gəncə müqaviləsi 1735, amma Osmanlıları qovmamışdan qabaqdır rusların çıxarılmasıdır. İkinci Təhmasibin hakimiyyətə gəlməsi isə 1722. Gəlin sırayla baxaq. Burada götürəcəyik 5-i, 1-i, 1722, 23, sonra 3-ü, sonra 4-ü, sonra 2-ni. Yəni cavab olaraq 51-də C variantı götürəcəyik. Sual 52. Uyğunluq gözlənilmişdir. Məzdəşəhər hərəkatına başçılıq etmişdi. Sasani şahı 1-ci Qubad nə əlaqəsi məzdəş başçılıq eləmişdi, səhvdir. Xürrəmlər hərəkatı başlamışdı 8-ci əsrin 80-ci illəri, 778, 8-ci əsrin 70-ci illərdir, götürmürsünüz. Sasani şahı 2-ci Şapurla müttəfiqlik əlaqəsi saxlayırdı. Alban hökmdarı 2-ci Fatih. Sasani şahı 2-ci Şapurla müttəfiqlik əlaqəsi saxlayan Burnaevidir, yanlışdır. Sasanilərə hərbi yardım etmişdi. Alban hökmdarı Varaz Qriqor, düzdür. Oğlu Cavanşiri də hətta sərkərdə olanda göndərmişdi o. Ktesifon döyüşlərində iştirak etmişdi. Düzdür, ərəblərə qarşı. Dizirov döyüşündə Romaya qarşı vuruşurdu. Alban hökmdarı Asuagen, xeyr, bu da Urnaaydidir. Ona görə də 52-də götürəcəyik D variantı. Sual 53. Səfəvi hökmdarı Şah II Abbasın dövründə Azərbaycanda mədəniyyət sahəsində həyata keçirilmiş tədbirləri müəyyən eləyin. Bunu birbaşa cavabını deyəcəm. Burada 1 ilə 2-dir. 1663-cü illərdə, 1663-cü illərdə gəlir düşür Şah II Abbasın dövrünə. Cümə məscidi ümumiyyətlə deyəcəyik ki, Şah I Abbasın dövründədir. Marağa rəsədxanasının bərpa edilməsi də Şah İsmailin dövründədir. Ona görə burada cavab olacaq 1, bir də 2. Sual 54. Eyni ildə olan hadisələri müəyyən eləyin. Deməli, Almaniyada reformasiya hərəkatı 1517, Səfəvi dövləti ilə əbədi dostluq müqaviləsinin imzalanması 1621, 30 illik müharibənin başlanması 1618, Sınıq körpü 1618. Deməli, burada eyni ildə baş verən hadisələr 3 və 4-dür. Sual 55. İçində Xan sülaləsinin həyata keçirdiyi xarici siyasətə aid olanları müəyyən eləyin. Xarici sözünü xüsusilə vurğulayıram ki, testlərdə diqqətli olasınız. Avropanın ölkə arasında ilk dəfə vahid dövlətə birləşməsi, bunu götürmürük. Çünki bu Sin sülaləsində ilk dəfə deyirsə Sin Şoxlandidir. Avropa dövləti Hun dövlətinin süquta uğradılması, ümumiyyətlə Avropa Hun dövlətinin süquta uğradılması sırf Çin tərəfindən götürülmür. Daxildə hansı ki, Çinlərin təzyiqi ilə desə və yaxud da məsələn Çin qadınlarının rolu vardı ifadəsini desə, bəli. Sonra bu parçalanmasına da Avropa Hun dövlətinin, mərkəzi Hun dövləti, daha doğrusu Asiya Hun dövlətinin parçalanmasına. Avropa Hunun Çinlə hər hansı mübarizəsi yoxdur. Onu xatırlayın, yəni Attilanın yalnız Şərqi Roma, bir də Qərbi Roma. Mən Asiya Hunu dedim deyə yanlışlıq olmasın sizdə. Onu götürmürsünüz. Böyük Hun dövləti ilə Pinsin sadəcə, budur. Teoman Tanhu ilə, hansı ki biz deyirdik ki ölür, sonra gəlir Mehdi Tanhu. Mehdi Tanhu da 200-cü ildə Xan sülaləsi ilə mübarizə
mübarizə aparıb, hansı ki biz deyirik ki, müqaviləni imzalamışdı. Ona görə də bunu götürəcəksiniz. 3-ü Vyetnamın bəzi vilayətlərinin işğal etməsi, bəli, bu da var. 3-ü, 4-ü götürəcəyik. Sarısaqlar üsyanının yatırılması, bu isə Han sülaləsinə aiddir, amma xarici siyasətə aid deyil. Ona görə bunu götürməyəcəksiniz. 55-də yalnız götürəcəksiniz 3-ü, bir də 4-ü. 56. Xronoloji ardıcıllığı. Babur tərəfindən Hindistanın şimalı yeni türk dövlətinin əsasının qoyulması. Söhbət burada gedir Moğoldan 1526, Vahid İspaniya Krallığı 1579, Abusburd 1555, 1555. Yalnız 3-ünü soruşur deyəsən. Hə, bu tərəfdə yoxdur. Ona görə götürəcəyik 2, 1, bu 1479-dur. Bircə dəqiqə, 1579-dur daha doğrusu. Ona görə götürəcəyik 2-ni. Bircə dəqiqə qoyun bunları burada aşağıda yazın dəqiqliyinə, qarşılıqla yaranmasın illərdə. Aha, Babur tərəfindən 1526, Vahid İspaniya Krallığının əsasının qoyulması 1479, Abusburd 1555. Götürəcəksiniz 1479-u, sonra 1526-nı, sonra 1555-i. Yəni 2, sonra 1, sonra 3. 2, 1, 3. Yazmıram deyə qarşılıq yaranır. Aha, uyğunluğu müəyyən edin. Xlodvig bir də Böyük Karl, hərəsinin özünün dövrünə aid olanları. Roma hüququ əsasında Frank dövlətinin ilk qanunlar toplusunun yaradılması. Sözsüz ki, bunu götürəcəksiniz Xlodvigə, yəni 1-ə götürəcəksiniz A-nı. Poitiers döyüşünə ərəb qoşunları məğlub edilməsi heç birində deyil, Karl Marteldədir. Frank dövlətinin 3 nəvəsi arasında bölməsi, qətiyyən bunu götürmürsünüz Böyük Karla. Böyük Karl ölüb getmişdi, nəvələri öz aralarında bölmüşdülər onları. Ona görə bunu götürmürsünüz qətiyyən. Avar xaqanlığına qarşı mübarizə aparması, bəli, Böyük Karl aparılmışdı deyini götürürsünüz. Ərəb xilafəti ilə diplomatik münasibətlər, bəli, onu da Böyük Karl eləyib. 1-ə A, 2-yə isə D və Y. Gəldik açıq suallara. Qara Yusifin ordusu döyüşlərin sayına görə Teymuri Əbbəşin ordusundan geri qalırdı. Buna baxmayaraq əlindəki gücü itirmək istəmirdi. O təcili toy çağırdı, çənqaş təşkil etdi. Qapalı orqan idi. Bu hansı ki məşvərətçi orqan idi. Əmirlərin qətiyyəti Yusifi sevindirdi və toyda döyüş qərarı alındı. Qərarın elan edilməsindən sonra Qaraqoyunlu igidləri elə nərə çəkdilər ki, Səfəvi tarixçi Həsən bəy Rumunun yazdığına görə göydə uçan qartallar hürküb gizləndilər. Mətni bizə verdi. İndi baxaq görək İmam nə istəyir bizdən. Mənbədə adı çəkilən və dövlət xadiminin təşkil etdiyi orqanın əsas vəzifələrindən ikisini yazın. Baxın, bu belə deyim, kənqaşı idi, qapalı orqan idi. Hansı məsələlərə baxırdı? Hər hansı bir müharibə məsələsinə, sülh məsələsinə baxırdı. Məsələn, kimsə tutaq ki, taxta gələcəksə, varis olacaqsa, həmin qərarların verilməsinə baxırdı. Bu ifadələri yaza bilərsiniz. Sual 59. Bəs ondan dövrdə Azərbaycanda hakimiyyət uğrunda rəqabət aparan və mənbədə adı çəkilməyən qüvvələrdən ikisinin adını yazın. Məsələn, burada Şirvanşahların heç adı çəkilmədi. Şirvanşahlar mübarizə aparırdı. Hələ Ağaqoyunlar dövlət olaraq yaranmamışdı. Ağaqoyunlu bəyliyi yaradılır. Məsələn, bunların ikisini yaza bilərsiniz. Hətta Cəlalilər də yaza bilərsiniz, amma ikisini istəyir. Ya Cəlali Şirvanşah, ya Şirvanşah Ağaqoyunlu, ya Cəlalि Ağaqoyunlu belə yaza bilərsiniz. Sual 60. Qara Yusifin Əbubəkirlə apardığı müharibələrin nəticələrindən ikisini yazın. Uşaqlar, biz bilirik ki, 1406 və 1408-ci illərdə mübarizə aparılmışdı. Qaraqoyunlu qüvvələri qalib gəldi, götürə bilərsiniz. Teymurlər də Azərbaycandan qovuldu. Yəni Azərbaycanın cənubundan tamamilə qovuldu ifadələrini götürə bilərsiniz. Bu qədər.